İkinci, ictimai yardım. Bu nə deməkdir? Deyir ki, bəzi məsələləri xidmətlər barəsindədir. Xüsusi inayəti vardır ki, bu işlər yerinə yetirilsin. Məsələn üçün, zəkat. Zəkat hara? Namaz hara? Deyir, düzdür, fərqli hökmlərdir. Bunların xidmət etdiyi məqsəd dəyişmir. Bağlandıqları nöqtə eynidir. Birinci, xaliqin pərəstişidir. İkinci nədir? İctimai yardım. İctimai yardım nə? Məsələn, deyir, fiqhin hökmləri olan zəkat, xums, bunlar nəyə bildirir? İctimai yardım. Bir növ sosioloji baxımından sən əl tutsan cəmaata. İctimai məsuliyyətlər. Nə məsələn? Məsələn, cihad. İctimai məsuliyyətdir, ictimai bəli. Sən öz xalqı qoruyursan. Yaxşılığa dəvət etməliyik. Pisdən çəkindirməliyik. Məsəl üçün, at və dəvə yarışları, ox atma yarışları. Bunlar nə üçündür? Orada udulan mükafat verilir hara? Lazım olan, ianə olan yerlərə ki, bunların bu məntəqənin buna ehtiyacı var. Bu pul oradan yığılacaq, yarışdan veriləcək filan imkansız bir yerə. Deməli, fikri, məsələlər, hökmlər fərqli olsa da, bunların hamısının qulluq etdiyi eyni şey var. Allahın pərəstişi, ikinci ictimai yardımlar. Nədir üçüncü? İnsanın mehvəri, insanın mühümlüyü, insanlığın əsas olması. Fikrin bəzi məsələləri insanın özü ilə rabitəsidir. Kənar yox, insanın özü ilə əlaqəsidir. Məsələn, nəfsin qorunması. Nəfsə, yəni ki, özümüzün qorunması günahlardan. Özümüzə ziyan yetirməylik. İntihar, özümüzü öldürmək haramdır. Sonra, bu digər məsələlər. O ki, insan şəxsi özünə aiddir, o olmaz. Bu hökmlər nə üçün olmaz? Allah insan dəyər verir, deyədir olmaz. Sən zəif insan deyirsən ki, atasan əl intihara. Fikrin bəzi mövzulardan həmsinin aiddir insanın xüsusi xeyir və bəhrə aparması şərtləri ilə deməli, bəxşiş, təbii bəxşişlərdən və hüdudlardan insanın təbiətlə olan əlaqəsi. Məsələn, yemək, içmək harandır? Təbiətdən. Və yaxud da ov eləməliyik, heyvan kəsməliyik. Məsələn, hətta paltara qədər. Hazıran nədən? Hazıran ağacdan. Sonra məskən məsələsi. İnsan ev qurur, taxta lazım olur, dəmir lazım olur. Və yaxud da qab məsələləri. Qab. O ki, biz deyirik, qızı qabda, qızı qaşıqda, gümüşdə yemək içmək olmaz. Bunların da insanın şəxsiyyətinin əlaqəsi var təbiətlə. Yəni, bu maddi əşyalardan. Nə cəhətdən insan təbiətinə ziyan vuran şeyləri Allah insanlara qadağan edib. İstər qab-qaşığın ziyanı olsun, istər intiharın haramlığı olsun. Dördüncü, yəni fikir məsələlərin hamısının qulluq etdiyi eyni nöqtə. Dördüncü, insan rabitələri. Fikrin bəzi məsələlərindən bir tərəfdən təbiətlə və təbii bəxşişlərlə əlaqəlidir və digər tərəfdən isə digər insanlarla olan bağlılıqdır. Həqiqətdə bu mövzular bağlıdır. Şəxslərin üstünlüyü təbii məsələlərdən. Elə məsələ var ki, məsələn, o sənə insan daha yaxındır, o maddi ehtiyaclardan. Məsələn, qab-qaşıqdan deyək, insan daha dəyərlidir də. Onların əvəzi yoxdur. Onlar heç bir şey əvəzləyə bilməz. İnsan məsələn haqları vardır ki, onun qarşısı nəsə verirsə, onu əvəzləyə bilməz. O insanın şəxsi malıdır. Bu insan alına bilməz. Məsələn üçün deyək, insan dünyasını dəyişəndən sonra ona qalan irs. İrs daha əhəmiyyətlidir qab-qaşıqdan, nə bilim, çöldə, barda sənə adi olmayan məsələlərdən daha əhəmiyyətlidir sənə adi olan məsələlər. Əkinçilik, insanın şəxsi əşyasıdır, şəxsi mülki torpağıdır, ondan istifadə edir. Və yaxud da insanın malikliyi hər hansı bir şeyə malik isə. Bu da aiddir insanların əlaqəsindən. Dördüncü, hüquq. Fikrin bəzi məsələlərindən
iqtisadi nəqillər, yəni ki, aparmaq, gətirmək, iqtisadi məsələlər, iqtisadi deyək də get-gəli işlə əlaqədardır. Məsələn, nə? Məsələn, alver, icarə, oxumuşuq cualə, hibə, sülh, oxumuşuq əhkamda biz var. Hədiyyə versən və yaxud da insan təyin edir hədiyyə hər hansı bir işin müqabilində. Bu mövzulardan bəzisi ailə hüquqlarına aiddir. Məsələn, evlənmə, təlaqdır, sonra məsələn, qarşılıqlı lənətləşməkdir, oxumuş biz onu, ərlə arvad ayrılır axırda. Bu məsələlərin bəzisi qəzavət, yəni hakimlik məsələsinə aiddir. Məsələn, şəhadətdir, şahidlikdir və insan bir şeyi iqrar edir, deyir. Və yaxud da bəzi məsələlərə aiddir, cinayət məcəlləsinə aiddir. Adi cinayətə və cəzaya aiddir. Məsələn, hudud, hədd. Hədd nədir? İnsan deyər, şallaq vururlar, insana cəza verirlər. Oğruyan filan hökmləri var. Mən olarsa keçləmişəm. Məsələn, orada hökmləri var, o məsələ demədim. Məsələn, insan oğruq etsə nə olur, sonra zina etsə nə olur, nə bilim, kiminsə malını götürsə nə olacaq, sihirbazlıq etsə, içki içsə, kiməsə böhtan atsa, bunlar hamısı hökmlər var dinimizdə. Üzr istəyirəm, həmcinsmanlıq, bunlar hamısı dində hökmümüz var. Ağır hökmdür. Ağır hökmlər üçündür, insan haqları tapdalandığı üçün. Allah öz haqqı barəsində güzəştlir, keçir. Asan qanunları qoyur. Xəstəsən, tutmuyoruz. Namazı elə belə qıl. Amma bəndə haqqı barəsində diri yox. Aruza hallaşın, ya da ki, tövbə elə, ya çək cəzabı. Hudud yəni ki, hədlər, cəza hədləri, qisas, qan bahası və ya da bəzi məsələlər var ki, adi zəmanətə, insan hər hansı bir şey zamin durur da. Məsələn, qəzəb, qəsb, kiminsə insan malını götürüb, həvalə, oxumuşuq, tapşırmaq kiməsə neyi, bunlar hamısı əhkama aiddə oxumuşuq. Və yaxud da bəziləri aiddir, sərmayə qoymaq şirkətlərinə aiddir. Məsələn, oxumuşuq müzaribə, müzariə, musaqat. Müzaribə, müzariə, musaqat, əhkamda biz oxumuşuq. Əkinçi məsələlərdir, insan şərşli olur, mal yer götürür və ya da bir nəfər şəxsi yeri var, bir nəfər orada işlədir, hamısı fərqli hökm var. Bunlar hamısına aiddir, əhkamın, fiqh elminin qulluq elədiyi digər məsələ nədir? Xeyri, hüquq məsələsidir. İnsan haqları tapdalanmasın deyə. O deyə nə üçündür? Haqq kəsmirsən deyə onun haqqı budur, onun qan pulusun ver. Əhkamın bizə olan digər xeyri nədir? Hüquqlar pozulmasın.